Tez-tez Azərbaycanımızın müxtəlif bölgələrində toylu büsatlı gecəyə bir aparıcı kimi dəvət olunuram. Gəzib gördüyüm rayonların, ellərin, şəhərlərin hər birinin özünə məxsus mətbəxi, hər birinin özünə məxsus adət-ənənəsi var. Gəzib gördüyüm rayonlar, kəndlər, şəhərlər arasında mənə qəlbən yaxın olan, bəyəndiyim rayonlardan, şəhərlərdən də biri elə sizin, bizim, bax bu Astaradır. Elə bir şair kimi necə bu gözəlliyi vəsf eləməyəsən? Bir tərəf mavi Xəzər, bir yanı da uca Talış dağları. Elə bir şair olaraq əlimə qələm alıb belə bir misra yazdım. Yazdım çox obalar, çox yeri gəzib dolaşdım. Bir ayaq ver oradan. Söyləyim indi sizə xoşum gəlibdir haradan. Yaradan Allahımın xeyli gözəllikləri var. Yarısını verib əskiyə eləməyib Astaradan. Torpağı bar bəhərli, yaxşı limon bağları var. Bir yanım mavi Xəzər, bir yanında dağları var. Kim gəlsə Astaraya xoş gülər üzlə qaydar. Aparar limon, portaxal gedəndə Astaradan. Bəyəndim Astaranın torpağını, həm daşını. Şəhidlər tarixə yazdırdı zəfər yaddaşını. Əzməklə Pəncəli Teymurov düşmənin başını. İlk milli qəhrəman seçildi gözəl Astaradan. Gör necə el yaşayır, xalq yaşayır Astarada. Sizlərə qurban bu Astara cəmaatı özümüzü bir alqışlayağın. Ürək dolusu ki, eşq olsun Astaraya. Şamo müəllim, meydanı sizə verirəm. Gəl dalımca. Vətənimin seyrinə, vətənimin seyrinə çağırıram elləri. Cənnət görmək istəyən Azərbaycana gəlsin. Günü gündən gözəlləşir şəhərləri, kəndləri. Günü gündən gözəlləşir şəhərlər, kəndləri. Sərvət görmək istəyən Azərbaycana gəlsin. Çəməndə çiçəyəm, sümbüldə dənəm. Sevgidə, sevincdə dağlara tənəm. Tanrının verdiyi Teymur, bəndəsi mənəm. Gəlmişəm sizləri sevindirməyə. Qəlbimdə günəş var, ulduz var, ay var. İçimdə çağlayan ağsaqal, dəli bir çay var. Allahın verdiyi qəlbimdə pay var. Vallahi gəlmişəm sizləri sevindirməyə. Gəlmişəm sizləri sevindirməyə. Çox sağ olun gözəl insan.